Əziz olmaq baxımından hər ikisi əzizdir, amma hər birinin əlbəttə öz keçid dövrü var. İndiki keçid dövrü mənim üçün daha çətin oldu, çünki Avropa çempionatından sonra ardıcıl sıralı şəkildə tez-tez çox ağır zədələr aldım. Amma bunun məncə keçid dövrü daha çətindir, həm də bir qədər məsuliyyət daha çox olur. Artıq ikinci dəfə məşqçilər də yaxınlaşanda, ailədən də, hər yerdən artıq Avropa çempionu olmuşsan, təkrarlamaq lazımdır. Biz ki, Həsrət Zəfərov bu gün 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə ki, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da daha böyük uğurlara imza ataq. Həsrət də təbrik edirəm, bütün komandamı təbrik edirəm. Həsrətin uğuruna yetişmək yox, əlbəttə rəqabət yəni sağlam şəkildə komanda içində var, amma konkret kiminsə uğuruna yetişmək kimi bir fikrim yoxdur. Açığı mən öz işimi görürəm. Mənə verilən tapşırıqları əlimdən gələn şəkildə eləməyə çalışıram və mənə verilən tapşırıqları eləmək üçün yəni çalışıram. Xüsusilə kiməsə çatmaq, kimisə keçmək kimi fikrim yox. Sadəcə yəni bir növ biz əskərik. Bizə sadəcə tapşırıq verilir və biz öz işimizi yerinə yetirməliyik.